Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil a'lemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Ve ala ehli beyti teyyibine tahirin. Ve la'nu daim ala a'daihim ecmain. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu əziz qardaşlar. Qardaşlardan biri mənə bir video yazı göndərib. Demək, cahil, axmaq vəhabilərdən biri YouTube kanalına belə bir video yazı yerləşdirib. Diqqət eləyin video yazıya. Deyir, sanifin lüləsi olur axı. Deyir, lüləsi olmayan bir qabda dəstəmaz almaq olar. Cavab, heç bir işğalı yoxdur, olar. Bu nə sualı, bu nə sualı? Yəni, problem ola bilər yəni. Ha, ola bilər yəni. Nə olsun? Sual versən, cavab yoxdur. Girmişəm, bir dəfə bir forumda çıxdı, onların şeydir. Girmişəm, görürəm, biri bunu yazır. Özləridir. Bu sual-cavab yazır. Gəlir də 100-cü məsələ, gəlir 120 ya da 121-ci məsələyə çatdı, dəstəmazın həkamlarını yazır, müəllim kimi. Bunlar da öyrənirlər. Tam da Allah razı olsun, Allah elmdə bərəkət versin. O da dedi ki, mənim deyil, ağanın risaləsindəndir belə, o üçün dua edir, rəhmət belə. Açıq abi yazır ki, çani kimi lüləsi olmayan bir qabda dəstəmaz almaq olar, sual, cavab, heç bir işğal yoxdur. Şimdi girdim, deyirsə, Xomeyni ilə girmişəm, ibrət üçün, başqa heç nə yox. Mən də başlayıram, düzdür, özümdən deyirəm bunları, amma uyğun şeylər yazar. Yazmışam ki, sual. Qulpu qırıq qəffadan ilə dəstəmaz almağı lökür. Cavab, heç bir işğal yoxdur. Görürəm, reaksiya gəlir. Bəli, deməli, qardaşlar, bu axmaq, bu cahil 4-5 çayxana avarasını başına toplayıb və çayxanada oturub axmaq-axmaq deyib gülürlər. Təbii ki, özlərinə yaraşan bir şəkildə bir əməldir ki, bu cür əməllər, bu cür belə deyim, dinə mənsub olmayan, dinə yaraşmayan əməllər təbii ki, vəhabilərin işi, peşəsidir, əziz, dəyərli qardaşlar. Biz əvvəla bu axmağa demək istəyirik ki, təbii ki, müctehidə hər hansı bir sual ünvanlananda, məsələn, adam deyir ki, dedim ki, belə bir qabda dəstəmaz almaq olar. O dedi ki, bəli, heç bir işğalı yoxdur. Təbii ki, bu sualı sənin də alimlərinə versələr, sənin alimin qayıdıb deməyəcək ki, Ömər İbn Xattab kimi və yaxud Əbu Bəkir kimi, necə ki, Buxaridə keçir 2932 nömrəli hədisdə. Yəni, Əbu Bəkir kimi deməyəcək ki, latın fəcrini yala, üzr istəyirəm hamıdan, ki, latın qabağını yala. Belə cavab verməyəcək ki, təbii ki, müəyyən bir cavab verilməlidir. Müctehidə sual verilib, müctehid cavab verib. Sonra adam deyir ki, deyir, nik açdım, ibrət üçün, başqa şey üçün yox, ibrət üçün açmışam ki, göyə belə deyir, bu artist. Təbii ki, sən axmaq olduğun üçün sənin verdiyin sual da elə axmaq olmalıdır. Bir misal var, deyir, öz evin, öz qapın şüşədəndirsə başqasına daş atma. Yəni, daş atıb səni şüşəvə sındırarlar. Deməli, əziz qardaşlar, bu adam, bu cahil, ya kitablarından xəbəri yoxdur, ya da kitablarından xəbəri var, hiləgərcəsinə insanları aldadır. Yəni, bunun göstərdiyi misallarda heç problem yoxdur. Bilməyən insanlardır, bilməyən insanlar sual verir və yaxud kimsə kinayə eləyirsə, müsəyid də ədəb ərkan saxlayaraq suallara cavab verir. Deməli, vəhabilərin Əs-Sərəxsi adında bir alimi var. Əs-Sərəxsi adında bir alimi var. Deməli, Əl-Məbsud kitabında 10-cu cilddə, səhifə 155-də, 15-ci cild, səhifə 109-da. Hər iki isnadda, hər iki mənbədə. Və yaxud Əl-Muğni İbn Qudamə 9-cu cild, səhifə 15-də yazır. Demək nə deyir? Deyir, kişilərə şəhvət və cinsi istəkləri üçün kiçik qız uşaqlarının bədənlərinə əl çəkib, onları öpmələrinin heç bir günahı yoxdur. Heç bir günahı yoxdur. Sərəxsinin növbəti fətvası, hansı ki, bunların alimlərindəndir, Əl-Məbsudda 9-cu cild, səhifə 75-də. Deyir ki, əgər bir kişi zina məqsədi ilə kiçik bir qız uşağı ilə yaxınlıq etməklə onun fəcrini, yəni, üzr istəyirəm, cinsiyyət üzvünü ibsa edərsə, yəni, zədəliyərsə, belə bir şeyə hədd cəzası düşməz. Çünki sağlam bir yerdən istifadə etməyib. Bunu vəhabi alimi deyir. Həmçinin Əbdülcəlil İsa adlı vəhabi yazır ki, mən lə yacuzu fihil xilaf. Əbdülcəlil İsa səhifə 80-də yazır ki, vəhabilərin, deməli, hansı ki, bu Əbdülcəlil İsa bu axmaqların alimlərindəndir, deyir ki, əgər bir kişi dişi bir qoyunla yaxınlıq etdikdən sonra
qoyun hamilə olub balasını insan şəklində doğarsa, həmin uşaq da böyüyüb pişnamaz olarsa, belə bir pişnamazı qoyundan olduğuna görə Qurban bayramında qurban kəsmək olarmı? Suala baxın. Bu sualın cavabında Vəhhabilərin bu dahi alimi belə demişdir. Bəli, onu qurban kəsmək caizdir. Hətta savab. Subhanallah. Bəli, həqiqətən çox gözəl bir fətvadır. Çox gözəl bir fətvadır. Demək bu alim İbn Teymiyyə, həmçinin İbn Teymiyyə El-Hərrani Məcmu'l Fətavə 11-ci cild, səhifə 545. Demək nə deyir İbn Teymiyyə? Yəni inanmayanlarda kitabın şəkli, ərəbcə mətni hamısı öz yerindədir. Demək deyir ki, Səhih Əl-Buxaridə sabit olmuşdur ki, cahiliyyə dövründə Əba İmran bir meymunun qadının cinsinə mənsub başqa bir meymunla zina etdiyini görüb, sonra meymunlar onun ətrafına toplaşıb və rəcm, yəni daşqalaq ediblər. Müasir dövrümüzdəki insanlar meymunlardan başqa heyvanlar, hətta quşlar tərəfindən də bu hadisənin eynisinin edildiyini şahid olurlar. Yəni quşlar bir-birini rəcm edirlər. Hansı ki, zina edən quş o bir quşu daşqalaq edir. Subhanallah. Həmçinin Vəhhabilərin bu alimi, müasir bu alimi, demək, sosial şəbəkələrdən birində belə bir paylaşım edib. Deyir ki, cinsi münasibətdən əziyyət çəkən və yaxud zəif qalan şəxslər porno filmləri izləyə bilərlər, lakin bu şərtlə ki, o filmdə iştirak edənlər müsəlman olsunlar. Yəni, üzr istəyirəm. Deyir insanlar girib porno filmlərə baxa bilərlər, amma şərt budur ki, porno filmdə olanlar müsəlman olsunlar. Yəni, ey cahil, ey zındıq, ey mulhid. Orada 5-3 nəfər çayxana avarasını başıva yığıb, özün kimi deyib gülürsünüz. Deyin gülün, yəni burada bir problem yoxdur. Deyin gülün özünüz üçün. Sadəcə biraz üzünüz, abrınız, həyavız olsun ki, bu cür şeyləri çəkib sosial şəbəkələrə yerləşdirməyin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu. Vəhhabiləri bir daha ədəbli, əxlaqlı olmağa dəvət edirik. Həmçinin içlərində özünə, əqidəsinə güvənən biri varsa, elmi münazirəyə də dəvət edirik və qardaşlarımızdan da xahişimiz budur ki, yeni açılmış kanalımıza dəstək olsunlar, paylaşsınlar, həmçinin abunə olsunlar. Allah subhanahu wa ta'ala bizi əli və övladlarının yolundan ayrı salmasın. Qeyrətsizlik aparır, zəlillik aparır, bir dənə pişikdən qorxur, quşdan qorxur və s. Əqidə elədir. Əqidəsi olmayan, düzgün əqidəsi olmayan. Hər şeydən qorxur.